Namaz insanın həyatına ilahi rəng qatır. Nə ilə? Hələ bil ki, səhər, günorta, axşam namazın o əzan vaxtında, ilk vaxtından gedir də söhbət. Bütün işləri onu ilə tənzimləyirsən. Dünyəvi adamlar nə deyir? Abeddən sonra, abeddən əvvəl onu ilə tənzimləyir. Biz deyirik ki, sübhdən sonra, zöhrdən sonra, şamdan əvvəl, şamdan sonra. Bu demək ki, bizim mayakımız o mala vuranlar padmayak mala vururlar. Ki, özü üçün bir dənə o ölçü vahidi götürür. İnsan üçün o ölçü vahidi namazdır ki, sübh, günorta, axşam, yəni bunları hələ tənzimləməlidir. İstər-istəməz namazla tənzimlənən işlər ilahi rəng alırlar. Namaz qılan adamın daim dərdini deyəcək, şikayət eləyəcək, gileylənəcək bir ünvanı var. Allah Teala ilə bu diyaloq imkanlarını saxlayıb, fürsəti var. Həmişə pis vəziyyətdə qaçar, məsələn, 2 rükət namaz qılar. Ya Peyğəmbərlərin möcüzələrinə baxın. 2 rükət namaz qılırdı, ayı bölürdü. 2 rükət namaz qılırdı, ölü dirildirdi. Hətta bunu kafirlər bizdən yaxşı başa düşmüşdülər. Şüeyb əleyhissalama deyirlər, Quran-Kərimdə ayəsi var ki, namazın sənə əmr edir ki, sən bizə deyirsən, bazarda az satmayaq, aldatmayaq cəmaatı. Yəni, hiss edirlər ki, orada qılandan sonra nəsə bunda dəyişiklik olur. Maraqlıdır ki, namaz necədir? İndi düşündüm onun. Nə qəşəng ayə gətirdi. Namaz insanı bu hala gətirməlidir də, yəni. Dəyişməlidir də səni. Gözən deyir, sənin namazın belə eləyir. Bu bənzəyir bir dənə dərmana ki, sən nüsxəyə uyğun qəbul eləmirsən, deyirsən ki, təsir eləmədi ki. Nüsxəyə uyğun qəbul elə də. Onu namaz həyat... olsun namaz qılanlara ki, demir, namazı tərk et, namaz qılanlara səhlənkardır.